Salam, hörmətli müəllimlər, hörmətli tələbələr. Bu gün sizlərlə bərabər DİM 2025 test toplusundan ətraflı yazı tələb edən sabit və dəyişən cəmiyyətlər şərt operatoru 101-dən 127-yə qədər test tapşırıqlarının izahına baxmağa çalışaq. Deməli, birinci sualımız, 101-ci sualımız, 101. Gəlin baxaq. 101-ci sualımız deyir, daxil edilmiş n ədədinin AB parçasının sağında, solunda və ya daxilində olduğunu yoxlayan proqramı Python dilində yazın. Deməli, birinci növbədə biz başa düşməliyik ki, deməli, burada da bizə nümunə 1 verib, nümunə 2 verib, nümunə 3 verib. Daxil etmə inputdur. Deməli, mən n, A və B nə etməliyəm? Daxil etməliyəm. Əlbəttə, int, input, çünki daxil edilmiş n ədədinindir. Int, input. Yenə də int, input. Yenə də int, qeyd edirik, input. Daxil edilmiş n ədədinin, yəni bu n ədədi AB parçası, baxın, AB parçasının sağındadır, solundadır, yoxsa daxilindədir? Məsələn, tutaq ki, bizə verilib, baxın, birinci nümunəyə baxırıq, birinci nümunə 5, 2, 7, düzdürmü? Baxın, ardıcıl olaraq n 5-dir, A 2-dir, B-də 7. Deməli, parçamız 2 və 7 arasındadır. Biz müəyyənləşdirməliyik ki, bu 5 harda yerləşir? Bu parçanın daxilində. İkinci nümunəyə baxaq. -7, 2, 7. Deməli, n-im olur -7, A olur 2, B olur 7. Deməli, 2, 7 parçasında -7 harda yerləşir? Solunda, əlbəttə ki, solunda. Əgər oxu çəksəniz, 2, 7 bu parçanın nə daxilindədir, nə sağındadır, harasındadır? Solunda. Üçüncü nümunəyə baxırıq. 15, n-im 15-dir, A 2-dir, B də 7-dir. Mən indi deyirəm, AB parçası 2 və 7 aralığında 15 harda yerləşəcək? Baxın, ədəd oxudusa 2, 7, 15 təbii ki, bu parçanın sağında yerləşəcək. Bizim istəyimiz nədir? Bizim istəyimiz daxil edilmiş n ədədinin AB parçasının hansı mövqeyində yerləşdiyini müəyyən etməkdir. Deməli, mən nə etdim? A daxillədim, B daxillədim, N daxillədim. Int input. İndi şərt verəcəm. Deyirəm, əgər n kiçikdirsə A-dan, n kiçikdirsə A-dan. Bu zaman print harda olacaq? Da yazıram. Print bu arada çap etməkdir. Yəni mənə göstər çap ilə. Print soldadır. Soldadır. Ifin altında bir də elif yazıram. Əks halda elif n böyüdürsə B-dən. Bu zaman nə deyəcəm? Print hardadır? Sağdadır. Sağdadır. Və bir də əlbəttə ki, else olacaq. Else artıq şərt verməyəcəm. Təbii ki, sol, sağ ya da daxil olacaq da, düzdürmü? Yazacağım buradan da print hardadır? Daxilindədir. Daxilindədir, daxilindədir, daxildədir, daxilindədir, daxildədir yazmaq olar. Aydındır. Deməli, bizdə nə baş verdi? N ədədi AB parçasının solunda, sağında və daxilində olduğunu çap edən proqramı qurmuş olduq. Yəni, n-imiz hər bir nümunəyə baxa bilərsiniz. N 5-dirsə, A 2-dirsə, B də 7-dirsə, aralıq 2 və 7 aralığıdır. Gəlib yoxlayacağım. Deyirəm ki, baxın, n, yəni 5 kiçikdirmi 2-dən? Yox. Onda ifi görməyəcəm burada. Düzdürmü? Gələcəm bura. Deyəcəm ki, 5 böyüdürmü 7-dən? Yox. Onda nə qaldı? Daxilindədir. Bu qədər. Bu bizim
İzahımız idi. Birinci sualın izahı idi. Ümid edirəm hər kəs bunu başa düşdü. Öz qeydlərini götürdü. Davam edirik 102-ci sualımız ilə. Gəlin davam edək 103-cü sualımız ilə. Ekranı təmizləyək və 103-cü sualımızla davam edək. Gəlin baxaq. 102-də görək bizdən nə istəyir. Qeyd edirik 102. 2-dən böyük n natural ədədi daxil edilmişdir. 2-dən böyük n natural ədədi daxillənmişdir. N ədədindən əvvəlki cüt ədədi çap edən proqramı Python dilində yazın. Cüt ədəd necə tapılır? Bax, buradan yazacağım. Qeydiyyatımızı buradan aparaq. Mən cüt ədədi necə tapıram? Baxın, yazıram cüt ədəd. Ədədin cüt olduğunu necə bilirəm? Ədədin cüt olduğunu necə yoxlayıram? Əlbəttə ki, həmin o ədədi, əgər mən həmin o n ədədini 2-yə bölürəmsə, qalıqda bərabərdirsə 0-a, mən buna deyirəm cüt. Əgər n ədədini mən 2-yə bölürəm, qalıqda 1 alıramsa, mən buna deyirəm tək. Düzdürmü? İndi biz yenə də böyük bir n, int, input. Çünki deyir, daxil edilmiş. Daxil etmədə hansı funksiyadır? Inputdur. Int, inputda tam ədəd. Yəni, artıq biz ədədimizi daxil etdik. Şərt verirəm. Deyirəm, if, əgər n böyüdürsə 2-dən. Bax, bu mənim birinci şərtimdir. Deyir, 2-dən böyük n natural ədədi daxil edilmişdir. Düzdürmü? Birinci şərtim budur ki, n 2-dən böyükdür. 2 nöqtə. İç-içə if nə yazmağa çalışacağım. Baxın, indi nə deyir mənə? Deyir ki, n ədəddən əvvəlki cüt. Bax indi yoldaşlar, məsələn, tutaq ki, n-i daxillədim 7. Əvvəlki cüt ədəd neçədir? 6. Mən necə tapdım? N minus 1. Yəni 7-dən 1 çıxdım, 6-ını tapdım. Əgər n-ə mən 8 daxil etsəm nə baş verəcək? 8-dən əvvəlki cüt ədəd n çıxılsın ki. Düzdürmü? Deməli, mən indi iç-içə if-də nə yazmalıyam? Tapdım ki, daha doğrusu şərt verməliyəm ki, əgər if həmin o n-i mən 2-yə böləndə qalıqda 0 qalırmı? Yəni cüt ədəd olurmu? Desə hə. O zaman print cüt ədəd isə necə çıxacaq? N çıxılsın 2. Düzdürmü? Bəli. If-in də altında bir dənə else yazacağım. Əks halda, yəni təkdirsə, bu zaman nə baş verəcək? Print, təkdirsə print n çıxılsın 1 olacaq. İndi deyirsiniz ki, ay müəllim, mən bunu olarmı ki, burada gördüyünüz if-i bu formada yox. Mən burada yazım ki, baxın, mən burada yazım ki, n-in 2-yə bölünməsinə alınan qalıq 1-dirmi? Bəli. Əgər tək ədəddirsə 1 çıxırıq. Yox, əks halda cüt ədəddirsə 2 çıxırıq. Hər iki hal doğru olmuş olur. Doğru olmuş olur. Bu da bizim üçün 102-ci sualımızın həlli. Davam edirik 103-cü sualımız ilə. Görürsünüz ki, çətin heç nə yoxdur, sadəcə çoxlu məşq etmək lazımdır. Gəlin 103-cü sualımız ilə davam edək. 103. Gəlin baxaq. Nə istəyir bizdən görək. Deyir ki, klaviaturadan daxil edilən 4 rəqəmli natural ədədin ilk 2 rəqəminin və son 2 rəqəminin olduğu ardıcıllıqla əmələ gətirdiyi ədədlərin bir-birinə bərabər olub-olmamasını müəyyən edən proqram. Deməli, bizə lazımdır 4 rəqəmli natural ədəd. Düzdürmü? Deməli, A, B, C, D. Düzdürmü? Daxillədim. Int input daxil etməyi artıq biz ümid edirəm ki, öyrəndik. Int input daxil etdim. Düzdürmü? İndi baxın, məsələn, tutaq ki, 2854. Mən bu 4 rəqəmli ədədi daxil etdim. Bu ədədin ilk 2 rəqəmini necə taparam? Yəni, A, B, C, D. Mən AB-ni necə taparam? AB-ni tapmaq üçün A, B, C, D tam bölərəm 100-ə. Düzdürmü? Bəli. Bəs CD-ni necə taparam? CD-ni tapmaq üçün A, B, C, D-ni qalıqlı bölərəm 100-ə. Mənim son 2. Deməli, 4 rəqəmli ədədi mən 100-ə tam bölsəm ilk 2 rəqəmini, 100-ə qalıqlı bölsəm son 2 rəqəmini verir. Düzdürmü? Əla. Daha sonra nə edərəm? Baxın, yoldaşlar, indi şərt verərəm. Deyərəm ki, əgər if, baxın, şərt verərəm. Deyərəm, AB bərabərdirmi? Bərabərdirmi CD-yə?
print çap ilə nəyi? Bə, bərabərə. Əks haldan da bir dənə olacaq else. Əks halda print. Printi biz burada ardıcıllığın düz yazaq. Səliqəmiz olsun. Print nə olacaq? Bərabər deyil olacaq. Bərabər deyil. Ekrana çıxacaq bərabər deyil. Deməli biz 4 rəqəmli ədədin ilk 2 rəqəmini necə tapırıq? Onu 100-ə bölmək ilə, son 2 rəqəmini qalıqlı bölməklə, tam bölməklə və qalıqlı bölməklə tapa bilərik. Ümid edirəm aydındır. Çətin, məncə çətin deyil. Sadəcə biraz riyazi bilik tələb olunur. Və salam. Yəni başqa bir şey bizdən tələb olunmur. Yəni bunu biz yaza bilərik bu formada. Başqa bunu necə yazmaq olar? Baxın yoldaşlar, bu birinci variantdır. 103-ün birinci variantı budur. Biz 103-ü ikinci variantda necə yazarıq? 103-ü ikinci variantda yenə də biz deyərik ki, A, B, C, D, deməli, bu ikinci variantını yazacağım buradan. Bu hissəni siləcəm. Bu qalsın. Aha, baxın. ABCD input daxillədim. Sonra deyərəm ABCD. Çevirərəm onu sətir, stringə. Deməli, stringə çevirərəm. ABCD-ni çevirdim sətrə. Yəni, bayaqlar necə vermişdim? Məsələn, 1873 tutaq ki, int input, sonra onu çevirdim sətrə. Düzdürmü? Sonra şərt verərəm. If, əgər ABCD onun ilk İki elementini necə indeksləyirəm? 0, 1, 2, 3. İlk iki indeksini necə götürəcəm? Baxın, kəsi ilə. Deyəcəm ki, əvvəlin verməyəcəm. Əvvəlini də verə bilərsən 0-dan. Vermirəmsə 0-dan da zaten bu. Verməyə də bilərsən. Baxın, əgər mən burada başlanğıcı verməmişəmsə, bu 0-dır. Verə də bilərsən. 0 da yaza bilərsən. Normalda səliqə olsun deyə biz yazmırıq da onu. Biz sadəcə 2 nöqtə qoyuruq ki, o artıq belə deyə strukturu qəşəng olsun. Deməli, biz qeyd etdik 2 nöqtə, boşluq 2 nöqtə 2, yəni 2 dənə. Baxın, 2 nə deməkdir? 0, 1. 0-cı və 1-ci indeksi götürəcək. Yəni 1 və 8-i götürəcək. Düzdürmü? Bərabərdirmi? Baxın, fikir verin. A, B, C, D. Son 2 indeksi necə deyərəm? 2-dən üzü o tərəfə. Düzdür? Artıq deyərəm ki, başda 2-dən, çünki 4 rəqəmlidir axı. Üzü axıra qədər. Məsələn, 1873 götürmüşdümsə 0, 1, 2, 3, 2-dən başla axıra qədər. Sonuncunu verməmişəmsə axıra qədər götürmüş olacaq. İndi deyəcəm ki, if'in, baxın, if'in bir dənə printini verəcəm. Print bu zaman deyəcəm ki, bərabərdir. Print bərabərdir. Else əks halda bərabər deyil. 103-ü, yəni ikinci formada da belə yazmaq olar. Çünki mən sizə kəsikləri keçmişəm. Kəsiklər haqqında deməli, mən sizə video izah hazırlayacağam. Mütləq ona baxın. Kəsiklər, ümumiyyətlə kəsiklər çox, mən deyərəm ki, bizim Python proqramlaşdırma dilində qurmalarda çox işimizə yarayacaq. Baxın, ədədi biz əvvəlcə sətrə çevirdik, sonra onu kəsdik, 2 rəqəmini götürdük, son 2 rəqəmini götürdük, onları bərabərləşdirdik. Bərabərdirsə print bərabərdir, bərabər deyilsə bərabər deyil dedik. Gəlirik növbəti sualımıza. Gəlir növbəti sualımıza. 104-cü sualımıza. Baxın, qələmimizi aktivləşdirək və qeydiyyata alaq. 104. Gəlin birlikdə baxaq. Deyir, klaviaturadan daxil edilmiş 3 rəqəmli tam ədədin modulunun rəqəmlərinin kubları cəmi ilə rəqəmlərinin kvadratları cəminin fərqini çap edən proqram qurun. Deməli, 3 rəqəmli tam ədəd. Birinci növbədə 3 rəqəmli tam ədəd daxil edilmişdir. Necə yazacaq? A, B, C, 3 rəqəmli. Modul deyir. Modul deyirsə, modul funksiyamız ABS-dir. Düzdürmü? Int, input. Yazılışımız hazırdır və neçə dənə olacaq? 1, 2, bir dənə də burada 1, 2, düzdürmü? 1 budur, 1, 2, 3, neçə dənə mötərizə açmalıyıq?
Deməli, ABS-dən sonra bir dənə, int-dən sonra bir dənə, bu bunundur, bir dənə də açmalıyıq. Aha, 3 dənə. Все. Deməli, üç rəqəmli tam ədəd daxil edilmişdir. Həm də bu daxil etdiyimiz ədədin moduludur. Modul deyirsə ağlımıza hansı funksiya gəlməlidir? ABS funksiyası. Sonra deyirəm ki, A-ya mənimsət A, B, C. Yəni, tutaq ki, mən 3 rəqəmli mənfi 125 də daxil eləsəm, bu modula salanda bu mənfi gedəcək, 125 olacaq. İndi mənə nə deyir? Baxın, ədədi artıq biz müəyyən elədik. İndi deyir ki, ədədin rəqəmlərinin kubları cəmi. Ədədin rəqəmlərini mən birinci ekrana gətirməliyəm. Mən a, üç rəqəmli ədəddir də A-nı tapmaq, B-ni tapmaq, C-ni tapmaq. Baxın, A-nı tapmaq üçün üç rəqəmli ədədi ABS-i nə edəcəm? 100-ə böləcəm, mənə tamı verəcək. B-ni tapmaq üçün ABS-i mən nə etməliyəm? 10-a tam bölməliyəm. Alınan tamı da ona qalıqlı bölməliyəm. Düzdürmü? Bəli. E, Bəs C-ni necə taparam? A, B, C-ni mən qalıqlı bölmə 10-a bölərəm. Taparam. Bu qədər. Tapdım. Əla. Mən A-nı, B-ni və C-ni tapmağı öyrəndim. Bunu siz də dəftərlərinizə mütləq qeydiyyata alın. Məsələn, tutaq ki, 125 daxilləmişəm, mənfi 125 daxilləmişəm. ABS mənə verəcək. ABS moduldur. 100 mənfi 125 mənə verəcək 125-i. Daha sonra ABS 125-dir. Mən A-nı, yəni 1-i necə taparam? Yəni 125-i 100-ə bölüb tamı götürərəm, 1 eləyəcək. B-ni necə taparam? 125-i 10-a bölərəm, 12. 12-ni də qalıqlı bölmə 10-a bölərəm, 2. Baxın, 10-luq. Deməli, 100-lük, 10-luq təkliyi necə taparam? Əlbəttə ki, ona bölərək, qalığını götürərək tapa bilərəm. İndi nə istəyir bizdən? Bunu bildik. Rəqəmlərini tapdıq. Gəlin indi görək davamın nə istəyir. Bu hissəni silirəm, bizə mane olmasın. Daha sonra deyir ki, və bunu tapandan sonra əsas bunu tapmaqdır, bunu bilməkdir. Qalanı kifayət qədər asandır. Bax deyir, rəqəmlərini tapdıq da, düzdürmü? Kvadratları cəminin fərqini bir dəqiqə. Kvadratları deyir ki, rəqəmlərin kubları cəmi ilə. Hə, birinci kubları cəmini tapmalıyıq. Deməli, print, çap ilə. Nəyi? Kubları cəmi. Baxın, A kubu, düzdürmü? Üstə gəlmək. B kubu, üstə gəlmək. C kubu. Fərqi deyir də, baxın, kubları cəmi ilə rəqəmin kvadratları cəmi. Fərqini tapmalısan. Kvadratların indi fərqini. Deməli, birinci A-nın kvadratı üstə gəlmək, B-nin kvadratı üstə gəlmək, C-nin kvadratı. Düzdürmü? Bəli. Bunun da fərqini tapmış olduq. Deməli, rəqəmin kubları cəminin, rəqəmlərinin kvadratları cəminin fərqini Python dilində yazmış olduq. Bu da sizin 104-cü sualınızın izahı. Ümid edirəm, aydındır. 105 ilə davam edək. 105. Tərəflərinin uzunluğu verilmiş üçbucağın növünü bərabər tərəfli, bərabər yanlı və müxtəlif tərəfli müəyyənləşdirən proqramı Python dilində qurun. Bərabər tərəfli bir-birinə bərabərdir, fərqlidir. Hə, quraq da. Gəlin yazaq. Deməli, üçbucağımızın 3 dənə tərəfi var. Düzdür? Əla. Aha, gəlin yazaq. Baxın, tərəfləri A, B, C. Map, int, input. Sonra nə edəcəm? Onları boşluqdan böləcəm. Split bölmək üçün boşluqdur. Əgər şərt verəcəm. A bərabərdir B-yə and
And odur ki, hər iki tərəf doğru olmalıdır. A bərabərdir C-yə and B bərabərdirsə C-yə, onda bu necə olur? Bir-birinə bərabərsə bərabər tərəfli olur da, düzdürmü? Onda mən nə deyəcəm buna? Deyəcəm print bərabər tərəfli. Bərabər tərəfli. Bərabər tərəfli. İfin altında bir dənə elif yazaram. Deyərəm ki, A fərqlidirmi B-dən? And eyni zamanda A, bir dəqiqə, A fərqlidirmi C-dən? And eyni zamanda B fərqlidirsə C-dən, onda nə olacaq? Print bir-birindən fərqlidirsə nə olacaq? Müxtəlif tərəfli olacaq, düzdürmü? Müxtəlif tərəfli. Bir də əks halda, deməli, bərabər yanlı, bərabər tərəfli dedik, müxtəlif tərəfli, bir də bərabər yanlı. Əks halda da bərabər yanlı. Burada da bir dənə else yazaram. Else, print. Buna artıq şərt qoymaram da. 3 dənə şərtim var. Ya bərabər yanlıdır, ya bərabər tərəflidir, ya da müxtəlif tərəflidir. Buna nə qalacaq? Bərabər yanlı qalacaq da, düzdür? Bərabər yanlı. And-dən istifadə edərək qurmuş olaram. Belə. Bu arada qeyd eləsiniz gələcək, orada map nədir? Map biz belə deyək də, mütləq bunu qeyd etməliyik ki, əgər bir sətirdə yazırıqsa, int input, eyni zamanda onu split eləyək, yəni bölək boşluqdan, o zaman map'in köməyi ilə biz onu bir sətirdə yaza bilərik. Gəlirik 106-cı sualımıza. Yəni yazılış forması elədir. Onları ayrı-ayrı sətirdə mi yazmaq olur? Bəli, yaza bilərsən. Və mən də özümü əziyyətə verərək istəmədim bir dənə də sətir yazaq. Hamısını bir sətirdə yazmaq olar. 106. Gəlin 106-ya baxaq. Klaviaturadan daxil edilmiş natural ədədin 6-ya tam bölünməsini yoxlayan proqramı Python dilində yazın. Məncə artıq bunu siz özünüz sərbəst yaza bilirsiniz. Məncə bilirsiniz. Yəni, əgər bilirsinizsə, videonu dayandırın, özünüz yazmağa çalışın, daha sonra mənim həllimə baxın. Yəni, birbaşa mənim həllimə baxmayın. Əvvəlcə dayandırın, çünki biz artıq bunları demək olar ki, keçmişik. Siz artıq 6-ya tam bölünməsini yoxlayan proqram. Artıq siz bunu tam şəkildə icra edə bilərsiniz. Baxın, n bərabərdir int input if əgər n 6-ya böləndə mənə qalıqda 0 verirsə, onda nə baş verəcək? Deyəcəm, print yes. Düzdürmü yoldaşlar? Yəni 6-ya tam bölünürsə print yes. Else əks halda print no. Print no. Məncə bunu artıq özümüz biz yaza bilirik. 107. Klaviaturadan daxil edilmiş 4 rəqəmli natural ədədin ortasındakı 2 rəqəmin əmələ gətirdiyi ədəd təkdirsə, onların hasilini ədəd təkdirsə. Əks halda onların cəmini, artıq nədirsə bildim. Təkdirsə hasilin, əks halda, deməli təkdirsə hasilin. Baxın, təkdirsə hasilin. 2 ədəd, təkdirsə hasilin. Əks halda cəmini tapın. Tamam. Gəlin baxaq. Deməli, yenə də int input verərik. Bir-bir ədədlərin belə deyək də, rəqəmlərin necə. Bunun yuxarı hissəsini siləcəm. Artıq biraz böyük olacaq. Çünki açıq yazmaq. Əslində bir sətirdə yaza bilərəm, daha açıq yazaq. 107. Baxın, nə deyir bizə? Deyir 4 rəqəmli A, B, C, D. Düzdürmü? Bərabərdir. Int input. Int input. Baxın, mənə lazımdır B, mənə lazımdır C. Çünki deyir, baxın, ortasındakı 2 rəqəmindir. Mən B-ni necə taparam?
A, B, C, D-ni 100'ə bölərəm, alınan tam. Sonra da ona bölərəm, alınan qalıq məni B-ni verər. C-ni necə taparam? A, B, C, D-ni mən bölərəm 100-ə qalıq. Onu da bölərəm, o qalığı da bölərəm ona tam. Mənə verəcək C-ni. Sonra deyəcəm K dəyişəninə deyəcəm ki, B-ni vurursan ona, üstə gəlirsən C-ni. Şərt verərəm. Əgər K-nı mən 2-yə böləndə mənə qalıqda 0 verirsə, onda print B üstə gəlmək C, ifin altına bir dənə else verərəm. Əks halda, əks halda print B vurulsun C. Məndən bunu tələb edir. Ümumiyyətlə, belə deyək də, məndən nə istəyir? 4 rəqəmli ədəd daxili, 2 rəqəmli əmələ gətirdiyi ədədir. Yəni, 2 rəqəmli əmələ gətirdiyi ədəd budur da. Yəni ki, məsələn, tutaq ki, 34. Baxın, 34. 34 necə ədəddir? 34 cütdür. Düzdürmü? Mən bu 34-ü necə alıram? Baxın, əvvəlcə B-ni tapdım, sonra C-ni tapdım. Düzdür? Daha sonra B-ni ona vurub üstünə C-ni gələrəm də. İndi deyirəm ki, bu 34 cütdür. Hə, cütdür. Onda deyirəm 3-ün 4. Ə, Məsələn, 0-3 necə tək ədəddir də bu. Onda deyirəm hasilin ver. 0 vurulsun 3. Mənə verəcək 0. 5-3 necə ədəddir? 53 tək ədəddir. Onda hasilin ver. Olacaq 15. Ümid edirəm aydındır. Ümid edirəm aydındır. Gəlin, davam edək. 108 ilə davam edək. 108. Nə istəyir bizdən? Doğulduğunuz ayın sıra nömrəsini klaviaturadan daxil etdikdə ad gününüz. Aha. Ad gününüzün hansı fəslə düşdüyünü təyin edən proqramı Python dilində qurmaq tələb olunur. Tamam. Gəlin quraq. Deməli, mənim üçün necə olacaq burada? Gəlin baxaq. Yenə də bir ədəd daxil edəcəm. N bərabərdir int input. Çünki doğulduğum tarixindir. Baxın, doğulduğunuz ayın sıra nömrəsini daxillədik. Şərt verəcəm. Əgər n bərabərdir 12, yəni 12 aydan birindədirsə, or və yaxud da n bərabərdir 1, or n bərabərdir 2, onda print qışdır. Baxın, yazıram bura. Print qış. Elif, bunlar çoxlu elifləri olacaq burada. Elif. Artıq deyəcəm ki, şərt verəcəm də burada. Elifdə necə şərt verəcəm? Deyəcəm n, baxın n böyükdür, bərabərdir 3 and eyni zamanda n kiçikdir, bərabərdirsə 5-ə, onda olacaq print yaz. Print yaz. Elifin altından bir dənə də elif verəcəm. Deyəcəm n böyükdür, bərabərdir 6 and eyni zamanda n kiçikdir, bərabərdirsə 8-ə. Kiçikdir, bərabərdirsə 8-ə. Elifin altından baxın yazacağım. Print hansı fəsl olacaq? Yay olacaq. Yay. Yay olacaq. Davam edirəm. Elif. Bir dənə də verərəm. N. Baxın n. Böyükdür, bərabərdir 9 and eyni zamanda n kiçikdir, bərabərdirsə 11-ə. Bu zaman nə olacaq? Deyəcəm print mənim üçün olacaq hansı fəsil? Baxın, özünüz də deyin. Deməli, olacaq print mənim üçün payız. Düzdürmü? Payız. Bəli. Tamamilə doğrudur. Davam edirəm. Else qolunda nə edəcəm? Artıq ən sonda, deməli, mənim 4 dənə fəsilim var da, düzdürmü? Qış, yaz, payız, yay. Hamısını yazmışım. Bir də ən sonda düzgün nömrə daxil edilməyib. Else, əks halda
print, print çap ilə düzgün nömrə daxil edilməyib. Düzgün nömrə daxil edilməyib. İndi mən belə yazdım. Siz yaza bilərsiniz ki, qış yazmayın. Sizin ad gününüz qış fəslindədir. Yəni bu dırnaq içində nə yazmısansa, onsuz da bilirsən ki, print onu da çap eləyəcək də. Yəni necə yazmısa onu çap eləyəcək. Deməli biz istənilən bir ədəd daxil edirik. Əgər o ədəd 12-yə bərabərdirsə və yaxud da 1 və yaxud da 2-dirsə, onda biz deyirik bu qış fəslidir. Biz bilirik də qış fəslinə düşür. Yox, əgər 3-ə bərabər və yaxud da böyükdürsə, 5-dən kiçik və yaxud da bərabərdirsə, onda yazdır. Elif en 6-ya bərabər və yaxud da böyükdürsə, 8-ə bərabər və yaxud da kiçikdirsə, yaydır. 9-dan böyükdür, bərabərdirsə və yaxud da n-dən, baxın, n-dən kiçikdir, bərabərdirsə payızdır. Əks halda biz ədədi düzgün daxil eləməmişik. Bu da bizim üçün 8-ci sualımızın həlli. Ümid edirəm aydındır və başa düşdük. Gəlin növbəti sualımızı, 109-cu sualımız çox asan sualdır. Mən inanıram ki, siz bu 109-cu sualı dayandıracaqsınız videonu, özünüz həll etməyə çalışacaqsınız. Sonra mən həllimə baxacaqsınız. Çünki artıq siz Python məsələlərinə başlamısınızsa, artıq qərar vermisinizsə ki, mən bunu quracağam. Deməli, necə olacaq? Mən bunu quracağam. Artıq siz özünüz də nəsə hazırlamağa çalışmalısınız. 109. Baxın, gəlin baxaq. Klaviaturadan n vurmaq, n kiçikdir. N kiçikdir 100 natural ədədi daxil. Hə, deməli, gəlin baxırıq 109-cu sualımıza. Klaviaturadan daxil edilmiş. Yenə də klaviaturadan n bərabərdir int input daxil etdim. Düzdürmü? Bəli. Deməli, daxil etdim. Sonra nə deyir? İki rəqəmlidir, yoxsa bir rəqəmlidir? Biz bunu tapmalıyıq da, düzdürmü? Tamam. Gəlin baxaq. Deməli, daxillədir. Sonra baxın, şərt verəcəm. Deyəcəm if əgər n kiçikdir 100, yəni 2 rəqəmli deyir axı mənə, baxın. 2 rəqəmli. Neçə rəqəmli olduğunu çap edən. Aha. And eyni zamanda n böyükdürsə sıfırdan, yəni artıq tam ədəddən söhbət gedirsə, belə deyək də, müsbət tam ədəddən söhbət gedirsə, bu zaman deyəcəm if, iç-içə if verəcəm, n böyükdür, bərabərdir 10 şərti. Bu zaman nə deyəcəm? Print 2 rəqəmli. 2 rəqəmli. Ifin altına bir dənə də else yazaram. Əks halda print tək rəqəmli. Vəssalam, bu qədər. 109-cu sualımızın da izahı budur. 109 da budur. Bir dəqiqə. Aha. 110.
Gəlin birlikdə 110-a baxaq. Görək 110-da bizdən nə istəyir? 110-da nə istəyir bizdən? Deyir, klaviaturadan en natural ədədi daxil edilir. Bu ədəddən dərhal əvvəl və sonra gələn ədədi və onların tək və ya cüt olduğunu təyin edib çap edən proqram qur. Dərhal əvvəl və dərhal sonra. Dərhal əvvəl, dərhal sonra. Aslında çox da çətin bir tapşırıq deyil. Yəni məncə özümüz yaza bilərik. Biz artıq birinci tapşırığımıza biraz oxşuyur bu. Əvvəl necə tapırıq, sonrası necə tapırıq? Baxın, bir ədəd daxillədiniz, düzdürmü? Int, input daxillədik, bəli. Şərt verəcəm, əgər if n-in 2-yə bölünməsindən alınan qalıq sıfırdırsa, yəni cütdürsə, print bu zaman çap ilə nəyi n-1, bir dəqiqə mən burada mütərizəyə gərək qoymaydım, çünki bir printdə çap olunsun. n-1 n plus 1 əvvəlki sonraki bu zaman nə deyəcək? Tək ədəddir. Ədəddir. Tək ədəddir. Ifin altından bir dənə də else verərəm. Əks halda baxın print çap ilə cüt ədəd. Ondan sonraki də tək ədəd. Deməli necə olacaq? n minus 1 bir dəqiqə vergül n plus 1 bu zaman deyəcəm tək ədəd yox bu zaman onu deyəcəm cüt ədəd düzdürmü? Bu zaman tək ədədi artıq yazmışam da bu zaman deyəcəm cüt ədədlərdir. Cüt bir dəqiqə ədədlərdir. Ədədlərdir. Yəni təkin və cütün artıq məncə tapmağı öyrənmişik də. Bu qədər uşaqlar, zəhmət olmasa bu izahlara baxırsınız. Gələn izahlarda görüşərik.